üçün danışmaq çox ağırdır. Bax da, həm sinifimdə, həm də məktəbimdə, mənəm məktəbin direktoruyam, həm də o sinifdə riyaziyyat dərsi keçirdik. Bax da, həmin sinifdə təhsil alır. Heç vaxt yox, həmçinin həm əfsana, həm də Şəhid Musaya dəstəmişəm. Bugün onlar haqqında danışmaq mənim üçün çox ağırdır. Ümumiyyətlə, bütün şəhidlərimizə Allahdan rəhmət edirəm. Həqiqətən onların sayəsində biz bugün qələbə sevincini, Azərbaycanın müstəqilliyini, azadlığını doya-doya yaşayırıq. Amma şəhid anaları da oradan siz demişkən, sizin sözünüzdə qüvvət nəfəsiz qaldı. Allahdan yenə də bütün şəhidlərimizə rəhmət edirəm. Çox ağırdır danışa bilmirəm. Mən bu mövzularda heç vaxt çıxış edə bilmirəm. Rəhmət diləyirəm, sizə səbir diləyirəm. Bütün valideynlər, əziz atalar, əziz analar, hər birinizə səbir diləyirəm Allahdan. Və sizin qarşınızda baş əyirəm. Siz həqiqətən, nə bileyim, övladlarınızla bərabər qəhrəmansınız. Hər biriniz qəhrəmansınız. Hər birinizin qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət edirsin. Təşəkkür edirik ki, dəyər verirsiniz, yaşadırsınız, gələcək nəsillərin də tanımasına təşəbbüs göstərirsiniz. Allah sizləri də qorusun ki, bugünün qəhrəmanlarına, gələcək nəsillərə tanıdan qəhrəmanlar da müəllimlərimizdir bizim. Və 44 günlük vətən müharibəsi yalnız 44 günlük vətən müharibəsində deyil, eləcə də vətən torpaqlarının azadlığı uğrunda canından keçən oğullarımız da çox oldu. Yarı canını döyüşlərdə qoyub qayıdan qazilərimiz də çox oldu. Bugün bu tədbirdə də qazilərimiz iştirak edir. Mən qazilərimizi dəvət edirəm, yaxınlaşsınlar. Onların da ürək sözləri var, bizlərlə paylaşmaq istədiyi.